Kərbəla hadisəsi hansısa bir tarix və küncdə bucaqda qalmış bir hadisə deyil. Bizlər Kərbalaya diqqət eləyəndə hər an özümüzü orada iştirakçı görə bilərik. Ona görə Kərbəla hadisəsi hər zaman yaşayır və hər zaman dəvətdədir. Hər zaman fərqləndirir, ayırt eləyir, insanlar üçün yolu göstərir, insanlar üçün haqqın ha tərəfdə olmasını, batilin ha tərəfdə olmasını göstərir. Və bu cür hadisələr tarixdə çox azdır. Nadir hadisələrdən biridir ki, insanlar üçün maksimum dərəcədə hər şeyi şəffaf eləsin və sən özünü orada iştirakçı biləsən. Hətta bugün belə insanlar üçün bu qapı açıqdır. Hər bir insan orada olmasından asılı olmayaraq özünə müəyyən eləyə bilər ki, mən hardayam. Çünki dəyərlər ümumi dəyərlərdir. Dəyərlər qiyamətə qədər davam edən dəyərlərdir. İnsaniyyət nə qədər varsa, haqq-batil mövzusu, ədalət mövzusu, zülm mövzusu, mənəviyyat mövzusu, günah mövzusu və digər mövzular, bunlar hamısı ki aktualdılar, insanlar üçün həmişə var və insanlar həmişə də öz seçimini eləməlidir ki, hansı səmtdə olmalıdır.